Hoş gördük değerli gümüş direktorum Gəndab xanım. Gəndab bu günləri gözəl bir görüşdə iştirak elədik və bu giriş bizə çox böyük motivasiya oldu. Və mən istəyərdim ki, bu motivasiyadan istifadə edib o enerjini səndən alım. Özünü necə hiss edirsən? Bax bu rütbədə, bu zirvədə xoşbəxtsənmi? Mən də sizi salamlayıram. Bax belə deyə bilərəm ki, Fabrik şirkətinə qeydiyyat olunan xanımlar, Fabrik şirkətinə çalışan xanımlar, uğur qazanan xanımlar, məqsədli xanımlar həyatlarını dəyişiblər. Bu bir mənalı belədir. Düşünürəm ki, Fabrikə qeydiyyat olunub burada uğur qazanan xanımların içində özünü və həyatını həddindən artıq çox dəyişmiş xanımlardan biriyəm. Bunu hər kəs deyir zaten. Həm maddi baxımdan, həm mənəvi baxımdan öz həyatımı dəyişmişəm. Buna görə həqiqətən Fabrik şirkətinə təşəkkür edirəm, özümlə qürur duyuram. Demək istəyirəm ki, çox gözəl bir hissli uğurlu xanımların arasında olmaq. Hərdən fikirləşirəm ki, Gəndab, illər öncə sənin nə ağlına gələrdi ki, sən belə nəhəng bir şirkətdə qeydiyyatda olacaqsan, sənin gözəl komandan olacaqsan, səhnələrdə olacaqsan, bir ulduz kimi parlayacaqsan və düşünürəm ki, elə mən burada olmalıyam. Yəni mənim işim elə Fabrik imiş. Nə yaxşı ki də bu şirkətdəyəm. Bütün xanımlara bunu arzu edirəm. O qədər gözəl gün qeyd elədik bu gün biz. Səhər yeməyində, tədbirindəydik biz. O qədər gözəl dəyər verir ki şirkət. Təsəvvür edin ki, bir statusu açırsan, təsdiqləyirsən. Rəhbərin səni təbrik edir, komandan səni təbrik edir. Antalyaya getdik, orada səhnəyə çıxdıq, təbrik olunduq. Səhər tədbirinə dəvət aldıq. Yəni o qədər sənə dəyər verilir, o qədər sənə diqqət, qayğı göstərilir ki, bunun tayı bərabəri yoxdur. Çox arzu edərdim ki, komandamın qızları da, ümumiyyətlə bütün Fabrikə qeydiyyat olunan xanımlara uğurlar arzu edirəm. Öz komandamın qızlarına da uğurlar arzu edirəm. Bu mənim uğurum deyil, komandamın uğurudur. Həmişə şükür edirəm Allahıma ki, nə yaxşı bu şirkətdəyəm, nə yaxşı zamanda mənə təklif eləmisən. Təsadüf nəticəsində daxil olduğum bir ofisdə mənə təklif olunur ki, qeydiyyat olun, işdə həyatını dəyiş və həqiqətən də sənə inandım və bu şirkətə qeydiyyat olmağım mənim həyatımı dəyişdi. Bugün özümlə qürur duyuram, çox arzularımı reallaşdırmışam, bunu hər bir kəs bilir. Bugün mənim gerçəkləşdirdiyim arzular var ki, mən o arzularımı heç xəyal belə eləmirdim. Xəyal eləmirdim çünki bilirdim ki, gerçək olmayacaq. Belə bir planım da yox idi, amma bugün mənim çox yüksək arzularım var. Bilirsiniz, mən də maşın sahibiyəm, pravam almışam, ardınca maşın almışam, çox arzularımı reallaşdırmışam. Həyatım dəyişib, düşüncələrim dəyişib, dünya görüşüm artıb. Daha necə deyim, əvvəl cəsarətsiz qız idim, əvvəl çox ülçək qız idim, qorxaq bir qız idim, hər kəs bunu bilir. Yəni məni əvvəldən tanıyanlar hər birisi deyir ki, Gəndab çox dəyişimsən, bunu mən şirkətimə borcluyam, burada qazandıqlarıma borcluyam. Hər kəs burada uğurlu ola bilər, kimliyindən asılı olmayaraq. Hər kəsə bu fürsət var. Burada elə birisi necədir, elə işlər var ki, orada dəstək var, deyirlər ki, ay kiminsə pulu varsa, kimsə qabağa çəkdi. Burada elə bir şey yoxdur. Ən çox sevdiyim yanı budur ki, burada kasıb, varlı, savadlı, savadsız, təhsilli, təhsilsiz və yaxud da ikinci peşə kimi seçə bilərlər bunu. Yəni hər kəs burada gəlib uğur qazana bilər. Bu da o deməkdir ki, şirkət hər kəsə fürsət verir. Bunu dəyərləndirmək biz xanımlara qalıb. Mən də bir zamanlar evdar xanım idim, amma bugün mən fərdi sahibkaram. Sizlərə də bunu arzu edirəm. İnanın ki, sizlər də bu yerlərdə ola bilərsiniz. Çox xoşbəxtəm, çıxmışıq tədbirdən. Yemək yemişik, sizdən gözəl bir vaxt keçirmişik, gəlmişik gözəl bir bağda burada videolar hazırlayırıq. Hər şey yaxşıdır, superdir. Belə. Nə gözəl. Gəndab, sənə sualım bir fərqli olacaq. Səadətə verdiyim sualı təkrarlamayacağam. Mən istəyərdim ki, bax, yeni qurduğun komandayla iş prinsipi danışasan. Yəni orada nə edirsən ki, komanda böyüyür, inkişaf edir. Bax, yeni bir komanda qurursan və həmin komandanı başdan necə yaradırsan, necə ardını gətirirsən, necə rütbələrə qaldırırsan. Yəni pillələri etap-etap izah eləməyini istəyərdim. Əslində bir komandanı yaratmaq asan bir şey deyil, belə deyim. Onun üçün səbir lazımdır, əzm lazımdır, gözəl insanları komandaya dəvət eləmək lazımdır. Belə deyim sizə. İlk zinciri dəvətlə qırmaq lazımdır. Əlbəttə ki, dəvətlə qırmaq lazımdır. Biz hər kəsi komandamıza dəvət edə bilərik, belə deyim, fikrimi çatdırım sizə. Hər kəs komandamıza dəvət edə bilərik, amma həqiqətən qeydiyyat olunan xanımlar içində və yaxud da heç Fabrikə qeydiyyat olmayan xanımlar içində o qədər potensiallı xanımlar var ki, bəlkə də bugün məni dinləyən, bax indi məni dinləyən xanımlar ola bilər ki, onlar Fabrikdə qeydiyyatda deyirlər, amma o qədər potensiallı xanımlar, bəlkə də onlar qeydiyyat olunsalar çox böyük uğur qazana bilərlər.
Mən belə deyim ki, komandama qeydiyyat olunan xanımlara hər zaman dəstək oluram. Hər zaman onların yanında oluram. Necə ki, rəhbərim mənə dəstək olub, rəhbərim mənə inanıb, mənim əlimdən möhkəm tutub. Mən də komandamın qızlarına o şəkildə dəstək oluram. Və komandama gələn xanımların içində baxıram ki, həqiqətən bu xanım işləmək istəyir. Baxıram ki, təqdimatı, təlimləri dinləməyi, görüşlərə gəlməyi, qrupda aktivliyi, bilmədiklərini öyrənməyi, yəni cəhd edir də bu işi öyrənmək istəyir. Mən bacarmaram, məndə alınmaz, yox mən müxtəlif söhbətlərlə onların inadını qırırsan və inandırırsan. İnandırıram onları və onlar həqiqətən inanır ki, bu işdə qazanc var. Mən hər zaman öz komandamın qızlarına demişəm ki, sizin motivasiya almağa başqa kimisə ehtiyac yoxdur. Sizin öz rəhbəriniz sizin üçün böyük bir motivasiya. Çünki göz qabağındadır ki, mən həyatımı dəyişmişəm. Mən burada artan gəlir qazanıram, çox arzularımı reallaşdırmışam. Bu sizin üçün böyük bir motivasiyadır. Ona görə də komandanı inandırdıqdan sonra və işıq gördüyüm xanımları, necə ki mənim Arzum, mənim Dilbərim, mənim Savadım, mənim Aygünüm və yüksək statuslu direktorlarım, qızlarım var. Necə ki onları belə necə deyim önə çəkmişəm, komandamda da işıq gördüyüm bir xanımı önə çəkmişəm. Necə ki siz zamanında məndə o işığı görüb məni önə çəkdiniz, bildiniz ki mənim əlimi buraxmadınız, çünki siz bildiniz ki məndə işıq var. Mən də eyni qaydada. Amma burada bir məsələ də var ki, Gəndab, necə ki biz işıq görürüksə liderdə, lider də öz rəhbərindən çox yapışmalıdır. Yəni əlini buraxmamalıdır. Mənim işıq görmək demək dedikdə səbəb odur ki, mənim işıq gördüyüm lider, yəni məni inandırıbdır ki, onda o işıq var. Yəni daima mənim yanımda olub, işi öyrənib, soruşub, qeydiyyat gətirib, cəhdlər eləyib. Nə bilim, yəni mən ona inanmışam ki, həqiqətən o insanda işıq var. Məsləhət ki, hər zaman rəhbərini dinləməlidir, rəhbərinin yanında olmalıdır. Əgər bir rəhbər məsləhət ki, bunu etməlisən, bu sənin üçün yaxşı olacaq deyirsə, deməli sənin üçün həqiqətən yaxşı olacaq. Bir zamanlar Mələt xanım mənə nəyisə məsləhət görürdü, bunu belə eləməlisən Gəndab. Təzə vaxtlarımda hardasa deyirdim, yox, bunu düz eləmir, niyə belə dedi? Amma bir müddət sonra görürdüm ki, həqiqətən o mənim yaxşılığım üçün deyir. Bizdə də elə. Yəni məsləhətçi rəhbər bir-birini başa düşməlidir və əl-ələ verib çalışmalıdırlar. Əl-ələ verib çalışdıqda, disiplinli olduqda, məqsədli olduqda və inadkar olduqda, sizə bir söz deyib inadkar olmaq, davamlı çalışmaq uğurun sirridir. Davamlı çalışmaq nədir? Bir gün çalışdım, 5 gün ortalıqdan itdim, yox. 2 dənə qeydiyyat gətirdim, onlar işləmədə həvəsdən düşdüm, yox. Bir kataloq sifarişim oldu, 2 kataloq sifarişim olmadı deyə dayanım, yox. Yəni məsləhətçi gəlir, lider yetişir, lider də gəlir sonra daha üst səviyyədə olan statusları açır. Buna görə də hər zaman rəhbəri ilə əl verib çalışmaq lazımdır. Belə, yəni uğurlu olmaq əslində çətin deyil, sadəcə olaraq rəhbərini dinləmək lazımdır. Çünki sənin rəhbərin o yolları keçib, Sadət xanım demişsən, sənin rəhbərin bilir nəyin necə olduğunu, onun praktikası daha çoxdur, bundan ən gözəl şəkildə istifadə eləmək lazımdır. Belə. Və sonda isə onu demək istəyirəm ki, xanımlar, uğurlu xanımları örnək alın. Bugün işimizin üstünlüyü çoxdur, doğrudur. Amma ki, bax bugün üstünlüklərimizdən biri də onlayn fikirlərimizi sizə bu şəkildə çatdırmağımızdır. Daima dinləyin. Uğurlu xanımları dinləyin, onların yolunu gedin. Heç nə çətin deyil. Bir nəfər belə uğurlu olmağı bacarıbsa, sən ən yaxşısını etməyə qadirsən, buna inanmalısan. Sonda isə bəli, elə sonda yekunlaşdıraq. Bir söz demək istəyirəm. O gün öz komandama təlim eləmişəm. Əməlli başlı bir yarım saatlıq səslər atmışam. Qaynımın qızı mənə yazıb ki, necə danışırsan, yəni heç eləmədən, cümləni qırmadan, muncuq kimi sözləri gətirirsən. Baxın, bunun səbəbi nədir xanımlar? Bunun səbəbi çox təlimləri dinləmək, çox görüşlərə qatılmaq, rəhbərini dinləmək, təqdimatları dinləmək. Yəni siz daima dayanmadan axtarışda olmalısınız, inkişafa meyilli olmalısınız. Unutmayın, inkişafa meyilli olan insanlar hər gün inkişaf eləmək istəyirlər, yeniliklər öyrənirlər, hər zaman yeniliklərə açıq olun. Sizlər də o təlimləri dinləsəz, sizlər də hər zaman aktiv olsa, rəhbərinizi dinləsəz, bilmirəm, axtarsaz, araşdırsaz, yolları axtarsaz, bir zaman gələcək ki, siz də elə olacaqsınız. Mən əvvəllər təzə vaxtı Mələt xanıma bir dənə sual verirdim, mən 10 dəqiqəlik səs atırdım, deyirdim, rəhbərim, sən necə bu qədər səslər ata bilirsən, hardan gəlir o cümlələr? Amma bugün mən də eləyəm, çünki mən onu dinlədim, bunu bacardım, siz də bizləri dinləyib bunu bacaracaqsınız. Hər birinizə uğurlar arzu eləyirəm, öz komandama da uğurlar arzu eləyirəm. Həqiqətən işimiz bir nömrədir. Hər zaman bütün xanımlara ümumiyyətlə buradan səslənirəm. İş seçərkən, şəbəkə biznes seçərkən elə bir şirkət seçin ki, nəhəng bir şirkət olsun. Hər tərəfli üstünlüyü olan şirkətlər olsun. Bugün başqa şirkətlər var. Demirəm pisdir, onlar da yaxşıdır, amma hər tərəfli fürsətlər olan şirkət yeganə şirkət ki, Fabelikdir. Bizlər də bunun sübutuyuq. Sağ olun, təşəkkürlər. Sağ ol, sənə təşəkkür edirik ki, uğurlu olmağı bacardın və ardınca özün kimin uğurlu xanımları böyüdürsən. Yolun açıq olsun, uğurlar sənə. Sağ olun.